Qəzənfər Hüseynov Sumqayıt şəhəri üzrə məcburi köçkünlərin icma şurasının sədri kimi bir təşəbbüs qaldırdım ki, keçmiş məcburi köçkünlər həm vətənə dönüşdə, yurda dönüşdə, həm də ümumiyyətlə sağlamlıqlarını qorumaq üçün Sumqayıt şəhərində Azərbaycan Respublikasının əməkdar həkimi doktor İbadov dəvət elədim, Kamil doktoru və 2 gündə artıq bizim insanlarımızı müayinə edir, sağlamlığında problem olan, şikayət olanları məsləhətlər verir. Burada bir tədbir keçiririk. Məqsədimiz də burada məskunlaşmış məcburi köçkünlərin sağlamlığı ilə bağlı bir məlumat toplamaq, onlara sağlamlıqlarını bərpa eləmək üçün müəyyən məsləhətlər verməkdir. Bu gün gəldik, burada müayinə olduq, həkim çox sağ olsun. Mənə qəşəng məsləhətlər verdi, güclü şəkərim var, məsləhətlər verdi mənə, çox sağ olsun. Razıyam, minnətdarım. Müalicələri zadı, hamısını dedi, biraz ağrılarım vardı, onları da mənə məsləhət gördü, dərmanları da yazdı. İndi Allah qoysa gedib onlara qarşı tədbirimizi görəcəyik. Bir icma şurasının sədri kimi mən də çox təşəkkür edirəm doktora. Ukraynanın Dnepr şəhərində olan dostumuz, həmyerlimiz Eldar Tağıyevin təşəbbüsü ilə Laçın xatirə döş nişanı düzəldilibdir. Mən doktora onu təqdim edirəm, doktor sizi təbrik edirəm.